Salam dostlar, bugünkü dersimiz bizim MC-2 iki pozisiyalı blok hakkında olacaq. Bu blok adətən ya pumpın motorun ya da ki valvın motorun idarə etməsində istifadə olunur. Deməli, bu blokda bizdə əsas lazım olan giriş in1, in2-dir. In1 yəni klapan açıqdır, yaxud da pump işləyir. In2 klapan bağlıdır, yaxud da pump işləmir. FB feedback siqnalıdır. Bu feedback siqnalı bizə valvın indiki vəziyyətindən, yəni hal-hazırdakı vəziyyətindən xəbər verir, ya açıq, ya bağlıdır, ya 50% açıq, ya 75% açıq. Bu in1, in2 də ikisi də feedback siqnalıdır, amma bunlar diskrete siqnallardır. Bu analog siqnaldır. TT bizdə temperature tripdir, yəni motor qızanda bundan siqnal gəlir. Ondan sonra SV1 bizdə əsas bypass siqnalıdır. İl1 operator tərəfindən verilmiş bypassdır. Bypass yox, interlock. Və bu operator tərəfindən verilir. Int1 isə bizə imkan verir ki, biz həmin bloku ya avtomat, ya manual, ya kaskad, ya da calibration moda keçirdək. Out1, out2 də klapan aç, klapan bağla siqnallardır. Və gəlin studiyamızı açaq. Mən də artıq açıq bir studiya və sistem view'unu açırıq. Deməli, birinci bu funksiyaları işlətmək üçün siz nə etməlisiniz? Gəlirsiniz properties'ə və burada seçirsiniz constant 1 və burada gəlirsiniz digital input output enhanced. Digital input output enhanced. Bu deməkdir ki, rus dilində ulучшение gedir. Azərbaycan dilində təkmilləşdirilmə, yəni digital siqnalların təkmilləşdirilməsidir. Və ok düyməsini basırsınız. Bir dəqiqə əlavə eləməklə. Əlavə eləyək onu. Evet. Ok. Və bir qədər gözləyirik burada. Artıq hazırdır. Bir də yoxlayaq. Yox, biz konstant bəli. Və gələk bizim functional bloka. Functional block. Gəlin birinci switchlərdə əlavəmizi eləyək. Şöyle aşağı. Və başlayaq 16'da. Mən burada dostlar əlavə eləyəcəyik. PB S1. Bu demək ki, bizdə bypass yoxdur. Yox, sıfır. Bypass yoxdur. İstəsəz kommentə yaza bilərik. No bypass. İkinci olacaq bizdə SV1, həmən o int1'in siqnalı SV1. Burada qoyaq adını məsəl üçün transfer back bypass. Üçüncü olacaq bizdə SV2. Bu olacaq. Siz istəsəz kommentlər qoyun, mən belə deyəcəm sizə. Bu olacaq bizdə interlock bypass. Ondan sonra gəlir bizdə PBSF3. PBSF3. Bu bizdə olacaq. Deməli, bu bizdə olacaq transfer back. Yazaq transfer back. Əgər in. Sonra gəlir bizdə məsəl üçün siz təmin eləyəndə out of service yazaq, yəni işləmir. Out of service. Və sonra gələcək operator qoyduğu interlock PL. Interlock PL. Və int siqnalından gələn interlock int.
Bunu olacaq interlock SV input interlock SV input bir də ki bizdə tracking var idi. Biz nəzarət edək analog çıxışlar üçün. Buna da qoyaq tracking TS1 qoyaq. TS1 yox. Və buna da yazacağıq tracking SV input və bir ədəd də əlavə edək interlock terminal trip siqnalıdır. Buna da yazaq terminal trip Bəli dostlar, kifayətdir. Biz işlədikcə əlavə eləyərik siqnallarımızı. Hələ baxaq bunun simulyasiyası işləyəcək yoxsa yox. Və gəlin açaq bizim dəyər 7-ni və əlavə eləyək bizim deməli functional blokları. Burada MC2 bunun adını qoyaq valve və bir ədəd də gəlin MC deməli insert MC2-ni əlavə eləyək. Bunu da qoyaq adını tam. Və gəlin simulyasiya verək, baxaq bunların interfeysinə. Bunu save eləyək. Error yoxdur. Bəli dostlar, artıq simulyator işlədi. Söndürək və təzədən yandıraq bunu. Bu bizdə MC2-dir. Bu da bizdə MC burada deməli dostlar bəzi dəyişikliklər etməliyik. Valve üçün direct lazım deyil bizə, radius da lazım deyil. Bizdə olsun close və bu stopu buradan göstərəcəyik. Olacaq yuxarıda open, aşağıda close olsun. Tamam, qaydaq yenidən bizim redaktora. Lazım deyil. Və ilk öncə dostlar biz nə etməliyik? Biz deməli iki siqnalın qəbul olunmasını yandırmalıyıq. Bu birincidir. Burada bizdə deposit status include bak burada bu düzdür. İleride bakın ödettik beyazlar.
Document settings. Tak, input'ta bize lazımdır. Bak burada host site seçirik. Bu qalır bizdə. Və gəlin biz analog şkalasını görüşdürək oradan. Deməli, tab 2 display feedback olmalıdır. No. Bundan sonraki aşağı. Və indi isə open close'u dəyişək dostlar. Biz bildiğimiz gibi Guide stop progress burada seçəcəyik. Buna lazımdır. Open close open. Label direct qalsın. Burada 3 pozisiyon seçəcəyik. Status input. Bu belə qalır. Və bir dənə test eləyə baxaq görək bizdə nə dəyişiklik oldu. Error yoxdur. Simulatora start verək dostlar. Simulator artıq hazırdır dostlar. Gəlin yoxlayaq. Baxaq bizdə interface dəyişdi yoxsa yox. Biz deməli burada işləmirdik. Burada işləmirdik. Bəli dostlar, biz istədiyimiz kimi oldu, amma bu düyməni mən istəyəm deaktiv eləyəm. Bu növbəti dərsimizdə eləyərik. Yəni fərqlərə baxaq. Analog bitdi. Close, open. Tamam. Bu qaldı yerində. Hələ ki belə dostlar, bu dərsi belə bağlayaq. Növbəti dərsdə biz artıq biraz da məntiq əlavə edəcəyik bizim sxemə ki, Cloud'u idarə edə bilək. Təşəkkür edirəm hamınıza dostlar. Növbəti dərsdə görüşənədək.